Əziz və dəyərli müsəlman bacı qardaşlarımız, hər birinizi bu mübarək Şaban ayında, mübarək cümə günündə Allahın salamı ilə salamlayıram. Bəli, mübarək Şaban ayı da artıq gəldi və eyni zamanda Ramazana bir ay qalıb. Oruclarla, ibadətlərlə çalışalım ki, bu ayda inşallah gözəl bir şəkildə qarşılayaq və gözəl bir şəkildə yola salaq. Şaban eyni zamanda Ramazana hazırlıqdır. Bu hazırlıq mərhələsindən də istifadə eləyək, hazırlaşaq. Oruclar tutaq ki, Ramazan ayında oruç tutmağa taqətimiz, gücümüz olsun, imkanımız olsun. Yəni insanlar bəzən görürsünüz, Ramazan bitəndən sonra oruç tutmurlar və bədənləri alışmır. Səhətləri bir də görsən Ramazanda oruç tutmağa əl vermir. Halbuki nə eləməlidir insan? Eyni zamanda Ramazandan qeyri günlərdə də, qeyri aylarda da orucla bədənini həmişə dinc saxlamalıdır və oruc ibadətinə hazır olmalıdır. Məhz Şaban ayıdır, Rəcəb ayıdır, Şaban ayıdır. Bu oruc ibadətinə, Ramazana hazırlıq ayıdır. Bizə gələn rəvayətlərdə var ki, əziz sahabələrimiz, yəni Peyğəmbər Əfəndimizin, ona və aleyhissalatu Allahın salamı olsun, ətrafındakı yoldaşları, dostları dediyimiz sahabələr Ramazan ayına 3 ay öncədən, 3-4 ay öncədən hazırlaşarlarmış və sevinərlərmiş. Sevinci bir şəkildə bu ayı qarşıyarlarmış və gözəl bir şəkildə ibadətlə yola salarlarmış. Ramazan ayına, bəli, bu aydan da, Şaban ayından da hazır görməliyik. Gəlin, bu günləri dəyərləndirək, orucla dəyərləndirək, daha çox günümüzlər oruclu olaq. Allah Resulü aleyhissalatü vesselam xanımı Ayşə anamız buyuruyor ki, Peyğəmbərimiz bəzən Şaban ayında elə oruç tutardı ki, biz dedik ki, yəqin ki, Peyğəmbərimiz orucunu dayandırmayacaq, davam edəcək. Çox oruç tutardı mənasına söyləmişdir bunu və bizlər də oruç tutmağa və bədənimizi oruca alışdırmağa çalışaq. Bu ayda səmərəli istifadə edək. Əsasən də 1-ci və 4-cü günləri tuta bilərik. İnşallah və eyni zamanda bu ayın ortasında, yəni qəməri ay hesab olunan ayın ortasında, yəni Şaban ayının 13-ü, 14-ü, 15-i oruclu ola bilərik. Dediyim kimi 1-ci və 4-cü oruç tuta bilərik. Zaten bu 1-ci, 4-cü oruç tutmaq bizə Peyğəmbər Əfəndimizin yoludur, izidir, sünnəsidir, ondan qalmışdır. Görürsünüz, bu Peyğəmbərimizin belə söyləməkdə, bizə oruç tutmağı hər həftə tövsiyə etməkdə zaten məqsəd də budur ki, bədənimiz dinc olsun, oruca hazır olsun, eyni zamanda sağlam olaq. Bir kəlamında əziz Peyğəmbərimiz buyurur ki, oruç tutun ki,